Sabahınız xeyirli olsun değerli izləyicilərimiz. Fevral ayının 19'udur. Bütün bizim izleyenleri, Müslümanlara, xalqımı, millətimi bu güzel, müqəddəs, mübarək, bərəkətli ay Ramazan ayı münasibətilə təbrik edirəm. Hamınıza uzun ömür, can sağlığı, Allah Taala tuttuğunuz orucu, qıldığınız namazları, etdiyiniz duaları qəbul etsin inşallah. Bugün keçək beynəlxalq maliyyə birjasında qızıldan danışaq. Qızıl nə edir? Səhər saatlarında biz artıq 4976'dan bay əməliyyatlarını 4996'ya kadar müəyyən etdi və ilkin əməliyyatlar uğur və nəticəndə əsas paylar isə 5013'dən gələcək. Yəni bildiyiniz kimi bir neçə gündən qabaq qızıl 150 dollar, dünən yox, sıra gün 150 dollar dəyər itirməsinə baxmayaraq dünən 160 dollar yuxarı doğru istiqamətini davam etdirir və biz qiymətin hətta 5000'ə qədər yüksəlməsi haqqında məlumat verdik, eləcə də oldu. Axşam çıxan xəbərlər o qədər təsir göstərmədi, az bir korreksiyalar oldu. Satış əməliyyatları günün ikinci yarısından sonra olacaq. Keçək Bitcoin'e, Bitcoin'de alışlar 6000 çox istəyirəm. Həmişə S&P'ye bir balaca S&P'de 6000'de S&P yani S&P Dow Jones Nasdaq'a geldiğinde ise bunu da elə yer düşmüşən nəzər çatdırım. S&P Nasdaq Dow Jones DAX yani bunlar yenidən yuxarı doğru istiqamətə davam etdirirlər. Bitcoin'de alışlar 67200'lerde, satışlar ise 66400. Yani signal kanalında dünən paylaştığımız yani en azından 20 signal yani öz yani efektini verdi, mükemmel nəticə oldu. Bunu biz WhatsApp story'mizdə paylaşırıq. Eyni zamanda YouTube'da da məlumat veririk. Qafar İmam verdi yazın və YouTube'da bunu bütün izləyicilər və traderlər bunu bilsinlər ki çünkü bu rolik Instagram'a da gelir. Ona göre ki bu YouTube kanalının ünvanını verdim ki onlar da bilsinler. Ethereum'e geldiğinde ise alışlar 1979, satışlar ise 1952'lerdendir. Dünən Ethereum'da da biz alış satış əməliyyatlarını verdik. Bitcoin'da da Ethereum'da da mükemmel nəticə əldə etdi signal kanalında. Gümüşe geldiğinde ise gümüşte alışlar 78-400'ler, satışlar ise 77-400'lerdi. Ve nefte geldiğinde ise dünən neft alış əməliyyatlarına mükemmel nəticə verdi. Bugün 71'den hatta 71-10'dan əsas alışlar gələcək. Satışlar ise 70-40'lardan gələcək. Belə əzizlərim, bir daha bu gözəl müqəddəs mübarək ay münasibətilə hamımızı təbrik edirəm, hamımıza düşərli, ruzlu, bərəkətli olsun, can sağlığı ilə orucu tutarsınız, namazı qılarsınız inşallah. Hələlik görüşmə ümidi ilə sağ olun.